İdrak liseyində silahlı insident. Direktor işdən çıxarıldı. Şok detallar üzə çıxdı. Bugün səhər saat 9 radələrində Binəqədi rayonundakı İdrak liseyində 10-cu sinif şagirdinin müəlliminə atəş açması böyük ajiotaja səbəb olub. Hadisədən dərhal sonra təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib. Şahidlərin sözlərinə görə hadisəni törədən şagirdin davranışlarında problemlər müşahidə olunubmuş. O, son vaxtlar müəllimi tərəfindən təzyiqə məruz qaldığını iddia edərək, onu vuracağı barədə ətrafdakılara xəbərdarlıq edibmiş. Lakin heç kim bunun gerçəkləşəcəyini düşünməyib. Hadisə zamanı şagird silahı ataraq hadisə yerindən qaçıb. Digər bir versiyaya görə isə şagirdin aqressiv davranışlarına kompüter oyunlarının təsir etdiyi ehtimal olunur. Valideynlər isə illik təhsil haqqının 16.500 manata çatdığı bir məktəbdə təhlükəsizlik tədbirlərinin bu qədər zəif olmasından qəzəblidilər. Onlar məktəbə silah keçirilməsini ciddi səhlənkarlıq adlandıraraq övladlarını təşviş içində məktəbdən evə aparıblar.